Salam əziz izləyicilərim. Bugün sizlərlə Teymurla tanışlıq hekayəmi danışmaq istəyirəm. Əslində uzun bir hekayə deyil, sözün doğrusu. Çünki belə bir şey deyim, sadəcə biz MEP proqramında tanış olmuşuq. O da necə olubdu? Elə bir ki, mən ingiliscəni 2 ildə öyrənirdim, IELTS hazırlaşırdım və ingiliscəndə praktik eləmək istirdim və ona görə də MEP proqramını yükləmişdim. Daha sonra isə orada özümə, necə deyim, bilmə uyğun insanlar tapırsan, dostlaşırsan, sonra da yəni normal ya dost olursan, yəni sevgili ağlımdan həqiqətən heç keçmirdi, sözün doğrusu. Sonra isə mən gördüm ki, Teymurun leveli mənə uyğundur, ingilis leveli. Dedim ki, o zaman yəni onunla praktik eləyərəm. Daha sonra isə mən Teymura istək atdım. İstək atandan sonra Teymur qəbul elədi. Amma biraz gec oldu da, yəni bir gün falan keçdi ondan sonra. Mənə yazdı və daha sonra isə biz başladıq dostlaşmağa. Təxmini 2 ay falan, 3 ay, təxmini 3 ay belə dostlaşdıq, yəni danışdıq. Əslində bizdə yəni deyim ki, ayda neçə illərdir, yox, yəni bizdə ilişki 3-4 ay olar ki, dost qaldıq. Daha sonra isə evlənməyə qərar gəldik. Çünki düşündük ki, bir-birimizi tamamlayırıq və xasiyyətlərimiz də uyğun gəlir. Və ona görə də mən də düşündüm ki, niyə də olmasın. Bir də bir şey demək istəyirəm. Buradan səslənirəm hansı ki mənə kommentlərdə pislər yazanlara. Həqiqətən biri yazır ki, nə bilim qız oğlan puluna görə evlənib, nə bilim başqa bir şey var burada, belə sözlər yazırlar və hətta başqa artıq əski sözlər də yazırlar. Amma düşünürəm ki, heç düzgün etmirlər. Çünki əgər ki, bir insana bir sözü yaza bilmirsənsə, Allah xoşbəxt eləsin, bu sözü yaza bilmirsənsə, başqa bir yorum eləməyinə də ehtiyac yoxdur yəni. Və daha sonra yazırlar ki, nə bilim, ayda qız gedəcək, qurbağa yeyəcək. Valla mən bura gəlin, heç qurbağa görməmişəm, heç nə də qurbağa yeməmişəm. Və düşünürəm ki, bəzi insanlar, yəni kommentdəki bəzi insanlar çox cahilcəsinə davranır, ağızlarına gələni yazırlar, amma insan gərək, yəni hər bir insan komment yazanda gərək birinci, necə deyim, bir özünü düşünsün, bir ailəsini düşünsün, ətrafdakı insanlara baxsın, öz ailəsinə baxsın və sonra daha gəlib mənə yorum eləsin, zəhmət olmasa. Çünki bəziləri gəlir yorum yazırlar, amma ki özlərinin heç xəbərləri də yoxdur. Və bu mənə çox pis təsir edir. Çünki yəni bir insanı tanımadan belə təhqiramiz sözlər və yaxud da indi bəziləri deyəcək ki, burada durursan təhqiramiz sözlər deyirsən kimisə ailəsinə falan. Xeyr, elə bir şey deyil. Sadəcə mən direktdə göstərmək istəmirəm, mənim direktimə pis sözlər yazırlar. Hansı ki, yəni ailələrini tanımayanlardır. Çox təəssüflər eləyirəm ki, yəni